Salam, hörmətli izləyicilər. Bugünkü mövzumuz İrəvan Türk Cumhuriyyəti və erməni məsələsidir. Qonağımız Türkiyədəki Ərciyəz Universitetinin professoru, İrəvan Türk Cumhuriyyəti Millət Şurasının sədri Qafar Sahmaqlıdır. Qafar müəllim, xoş gördük sizi. Hoş gördük, dəvətinizə görə minnətdarım. Çox sağ olun, dəvətimizi qəbul etdiyinizə görə. İstərdim bu İrəvan Türk Cumhuriyyətinin fəaliyyəti haqqında bir qədər məlumat verəsiniz. Qurum nə yerdədir, ümumiyyətlə gedişat nəyə doğru gedir? Bəli, biz məlumdur ki, 2020-ci ilin 9 noyabrında bir qrup Qərbi Azərbaycanlıların təşəbbüsü ilə İrəvan Türk Cumhuriyyətini elan elədik və həmin dövrdən başlayaraq indiyə kimi İrəvan Türk Cumhuriyyəti həm ideoloji əsas, mübarizəsinin ideoloji əsaslarını, həm də təşkilatlanma işlərini davam etdirməkdədir və bu dövr ərzində İrəvan Türk Cumhuriyyəti öz strukturlarını müəyyən edib. İrəvan Türk Cumhuriyyətinin ali orqanı indi məclisdir, Millət Şurasıdır. Millət Şurasının 45 nəfərdən ibarət üzvü var. Bundan başqa departamentləri əhatə edən 14 departamentimiz var. Bu departamentləri əhatə edən Dövlət Şurasıdır. Dövlət Şurası ona rəhbərlik edir. Bir də xarici ölkələrdə, ayrı-ayrı şəhərlərdə İrəvan Türk Cumhuriyyətinin təmsilçiləri var. Bunlara da rəhbərliyi İrəvan Türk Cumhuriyyəti Məşvərət Şurası və başqa adıyla Təmsilçilər Məclisi rəhbərlik edir. Bu dövr ərzində İrəvan Türk Cumhuriyyəti özünün atributlarını qəbul edib, bayrağını qəbul edib, İrəvan Türk Cumhuriyyətinin gerbi hazırlanıb, İrəvan Türk Cumhuriyyətinin himni hazırlanıb, indi o son aşamadadır və digər işləri görmüşük. Əsas məsələ ideoloji bir bazanın yaradılmasıdır ki, İrəvan Türk Cumhuriyyəti ortaya çıxandan sonra bir ideoloji mübarizə xətti aydın olmalıdır. Mənim nəzərimdə həmişə çox önəmli məsələdir ki, biz aydın şəkildə nə edəcəyimizi bilməliyik və bizim İrəvan Türk Cumhuriyyətinin tərkibində olan çox ciddi elm adamları, çox ciddi ideologlar var və onların vasitəsilə biz siyasi xəttimizi, ideoloji xəttimizi müəyyən etmişik və mübarizəmizi belə davam etdiririk. Aydındır. Bu məsələdə bax, bu Cumhuriyyətin elan olunmasında ümumiyyətlə dünyada yaşayan ermənilərin, yox olsun Türkiyədə yaşayan ermənilərin münasibəti necə oldu? Elə İrəvan Türk Cumhuriyyəti elan olunandan təxminən bir həftə, 10 gün sonra Ermənistan hakimiyyəti dərhal buna reaksiya verdi. Ermənistan Təhlükəsizlik Şurasında Paşinyanın rəhbərliyi ilə İrəvan Türk Cumhuriyyəti ilə bağlı məsələ müzakirə olundu və onu biz də yaydıq, yəni onu erməni dilində saytlarda, başqa yerlərdə, yəni YouTube'da yer almışdı, biz də onları yaydıq. Ermənistan dərhal bundan narahat oldu və digər ölkələrdə də yaşayan erməni diasporası, bilirsiniz ki, çox güclü erməni diasporası var, təcrübəsi olan erməni diasporası var. Hətta həmin diasporanın aracılığı ilə bir hökumət də elan olunub sürgündə Batı Ermənistan, yəni Qərbi Ermənistan hökuməti elan olunub. Onun mərkəzi ofisi Fransada yerləşib. Onlar da Türkiyənin Şərqi Anadolu əyalətlərinin bir çoxlarına iddia edir və oranı Qərbi Ermənistan hesab edirlər və onlar da bu məsələyə reaksiya göstərdilər. Hətta onların ideologlarından biri belə yazmışdı ki, bizim Qərbi Ermənistan dövləti yaratmamıza qarşı Azərbaycanda və Türkiyədə belə bir addım atıblar, amma bunun əlaqəsi yoxdur. Ondan biz özümüzü heç müqayisə eləmirik, çünki ermənilərin iddia etdikləri ərazilərdə, Şərqi Anadolu ərazilərində ermənilərə aid heç vaxt dövlət olmayıb və tarix boyunca onlar buna iddia edə bilməzlər. Amma İrəvan bir dövlət idi, xanlıq ərazisi, xanlıqlar da bir dövlət idi, bizim orada dövlətimiz olub və bu dövlətimiz 1918-ci ildə
ermənilərin əlinə keçib bizim ərazidə qanunsuz şəkildə dövlət elan ediblər. Mən o dövrün tədqiqatçısıyam. Əslində 1918-20-ci illərdə Ermənistan deyilən bu ərazidə gedən proses, ümumiyyətlə bölgədə gedən siyasi, ictimai proseslər ona gətirib çıxartdı ki, burada ermənilər dövlət elan elədilər, amma ermənilər orada bu dövləti könülsüz şəkildə elan elədilər. Çünki Azərbaycan 1918-ci ildə Gürcüstandan sonra öz müstəqilliyini elan edəndən sonra ermənilər düşündülər ki, bunlara qalacaq ərazi çox kiçikdir və bunlar istədilər ki, Osmanlı dövlətinin böyüklərindən əlaqələr qursunlar və bir heyət göndərdilər İstanbula və İstanbulda da istədilər ki, indiki deyincə o dövrdə mayın 28-də elan olunan ərazi 9000 kvadrat kilometr idi. Bunlar çalışdılar ki, bu əraziləri genişləndirsinlər, amma Osmanlı böyükləri, xüsusən də Xəlil Paşa, Ələt Paşa, Ənvər Paşa erməni heyətinə bildirdilər ki, əgər o 9000 kvadrat kilometrdən bir addım kənara çıxsanız, bu savaş səbəbi olacaq və Ermənistan buna görə cavab verəcək və sonraki dövrlərdə də ki, Ermənistan-Türkiyə müharibəsi olub, yəni Osmanlı dövlətindən biri, ikincisi də Türkiyə Böyük Millət Məclisindən müharibəsi olub. O iki müharibənin də səbəbləri ermənilərin torpaqlarının genişləndirilməsi olub. Yəni genişləndirilən cəhdləri olub və onun qarşısı alınıb. İki müharibənin ikisində də ermənilər məğlub olublar. Birinci müharibə 1918-ci ilin 18-ci ilin hardasa may-iyun aylarında başa çatıb. İkinci müharibə isə 1920-ci ilin noyabr ayında dekabrın ikisində Gümrük Anlaşmasının imzalanmasından və bir kapitulyasiya, necə bizim 44 günlük müharibədə ermənilər bir kapitulyasiya anlaşması imzaladılar. Onda da ermənilər 1920-ci ilin dekabrın ikisində Gümrük Anlaşmasını imzalayaraq müharibənin dayandırılmasını istəmişdilər və həmin dövrdə artıq Ermənistanda o vaxt Ermənistan Cumhuriyyətində artıq Sovetlər, yəni artıq İnqilab Komitəsi yaranmışdı, Ermənistan artıq Sovetləşmişdi. Ona görə Türkiyə o zaman geri çəkilməli oldu və həmin ərazilər 9000 kvadrat kilometr ərazi Ermənistana qaldı və Ermənistan Sovet Sosialist Respublikası bu ərazilərdə elan olundu və bu ərazilərdə elan olunandan sonra da yəni ermənilər yenə də ərazi iddialarından vazgeçmədilər. Zəngəzura, Göyçiyə, Ərələyəzə və digər ərazilərə iddialarını ortaya qoydular və təəssüf ki, Sovet hökumətindən çox böyük dəstək alaraq bu əraziləri Sovetlər dövründə Ermənistana birləşdirdilər və 29,7 min kvadrat kilometrə ərazilərini çatdırdılar. Baxın, 9000 kvadrat kilometr ara 29.000 kvadrat kilometr. Demək, 20.000 kvadrat kilometr bizim ərazilərin hesabına Ermənistan dövləti genişləndirildi. İndi bu günlərdə, yəni bu dövrdə artıq o demarkasiya, delimitasiya məsələləri ki, ortaya çıxır. Ermənistan deyir ki, biz Ermənistan Sovet Sosialist Respublikasının varisiyik. Amma nəyə görə Ermənistan Cumhuriyyəti 18-ci ildə elan olunub ki, sən onun varisi hesab eləmirsən? Təbii ki, Azərbaycan Xalq Cumhuriyyətinin varisi özünü elan edib və bizim də ərazi demək, o dövrdə 114.000 kvadrat kilometr idi və bu ərazilər nədən azaldı, gəldi 86.000-ə düşdü. Demək, Ermənistana verildi bunun böyük hissəsi, bəzi hissəsi də Gürcüstana keçdi, başqa yerlərə keçdi. Belə bir situasiya ilə qarşı-qarşıya indi o müzakirələr olunca sərhədlərin müəyyənləşməsi məsələsi müzakirə edilərkən Azərbaycan yenə də Xalq Cumhuriyyətinin varislik hüququndan istifadə edib məsələni
kəskin şəkildə qoymalıdır. Ermənistan özünü Ermənistan Sovet Sosialist Respublikasının varisi hesab eləsə də, həmin dövrdə 18-ci ildə onun ərazisi 9.000 kvadrat kilometr olub. Ermənilər bəzi qaynaqlarda 10.000 kvadrat kilometr yazırlar, amma 9.000 kvadrat kilometr olub və bu o dövrdə bağlanan anlaşmalarla təsbit olunur. Batum anlaşmasından daha sonraki Osmanlı ilə aparılan anlaşmalarda, bütün anlaşmalarda bu təsdiq olunur. Ermənistanın ərazisi, Ermənistan Cumhuriyyətinin ərazisi 9.000 kvadrat kilometrdir və biz danışıqlar, Azərbaycanla danışıqlar masasında bu rəqəmi dilləndirməliyik və o ərazini bizim sonradan onlara verilən ərazilərimizdən geri çəkilməlidirlər və yəni biz buna ən azından israr eləməliyik. Bu 9.000 kvadrat kilometr ərazidə Azərbaycan türklərinin tarixi torpaqlarıdır. Ermənilər məlum məsələdir, mən biraz tarixə inmək istəmirəm. Əgər tarixə insək görərik ki, bu bölgəyə, ümumiyyətlə Cənubi Qafqaza ermənilər köçürmədir, gəlmədir. Ondan sonra gəlib yerləşiblər, ayrı-ayrı xanlıqların ərazisində yerləşdiriblər və imperialist güclər, həm Batı, həm də Rusiya erməniləri burada himayə edib, onlar da çox məmnuniyyətlə bir maşa rolunu oynamaqdadırlar, indi də bunu davam edir. Çox sağ olun, Qafar müəllim, ətraflı bu tarixi məlumatları verdiyiniz üçün bir sual da vermək istərdim sizə. Bu Qərbi Azərbaycan problemi ilə bağlı, ümumiyyətlə Qərbi Azərbaycan mövzusunda bilirsiniz ki, bir çox başqa təşkilatlar da var və burada bir çox təkliflər, müəyyən məsələlər səsləndirilir bəzi vaxtlarda. Təbii ki, İrəvan Türk Cumhuriyyətinin ideoloji xətti, amalları daha böyükdür və daha strateji məsələləri əhatə edir. Ancaq müəyyən məsələlər var ki, o amallara çatınca, hələ o hasil olunca deyək ki, tutaq ki, Qərbi Azərbaycan əhalisinin köçürülmüş, deportasiya olunmuş əhalinin məsələn müxtəlif statuslar verilməsi və yaxud da ki, o geri qayıtma məsələləri, yəni bu kimi məsələlər müəyyən vaxtlarda bu müxtəlif təşkilatlar tərəfindən səsləndirilir. Yəni siz necə düşünürsünüz? O böyük amala çatınca, tutaq ki, bu İrəvan Türk Cumhuriyyətinin reallaşması bərqərar olunca, bax, bu hansı addımlar atılmalıdır? Bu Qərbi Azərbaycan əhalisinin, deyək ki, bu haqlarının, hüquqlarının qorunması baxımından. Yəni, müxtəlif iradlar bəzən eşidirik. Biz hətta, mən sizə bir təəssüf hissindən bir məsələni qeyd edim ki, bizim Qərbi Azərbaycandan olan bir xanım bir dəfə deyir ki, mən bir yeni nəsil nümayəndəsinə, bank işçisinə müraciət etdim, kredit götürməkdən ötürü. O, mənim şəxsiyyət vəsiqəmdə doğulduğum yerin Qərbi Azərbaycan olduğunu, Ermənistan yazıldığını gördü və mənə dedi ki, qorxulu dedi ki, siz ermənisizmi? Yəni, bilirsinizmi, artıq sanki təbliğat, təşviqat da bir qədər zəifləyib, yəni gələn nəsillər, yeni nəsillər bu Qərbi Azərbaycan əhalisinin deportasiyası, köçürülməsi, çəkdiyi əziyyətdə, bax, bu məsələlər elə bir qədər unudulmağa doğru gelir. Necə ki, bu Qarabağla bağlı biz bundan narahat idik ki, artıq uşaqlar var ki, Qarabağda doğulmuyublar, burada doğulublar, heç Qarabağı yadlarına salmayacaqlar. İndi bax, bu Qərbi Azərbaycan məsələsinin də unudulmamasından ötürü və yaxud da ki, bu onların hüquqlarının, Qərbi Azərbaycan əhalisinin bir qədər... Mən başa düşdüm. Bilirsiniz, Qərbi Azərbaycanla bağlı çoxlu təşkilatlar var və mən bunu həmişə təqdir edirəm. Yəni, ermənilərin, deyək ki, bizə qarşı, Türkiyəyə qarşı, Azərbaycana qarşı minlərlə təşkilat var, diasporası var, hər yerdə təşkilatlanıblar və onların fəaliyyəti bir-birinə mane olmur. Mən də elə baxıram, yəni Qərbi Azərbaycanla bağlı müəyyən təşkilatlar ola bilər, birliklər ola bilər və bunların ola bilsin ki, baxışları da fərqli olsun, məsələyə baxışları da fərqli olsun. Amma bir öz dədə-baba yurduna qayıtmaqdır və bu qayıtmağın yollarını fərqli şəkildə düşünənlər də ola bilər. Amma zaman içərisində bu baxışda bir mərkəzə çevriləcək, yəni bir mərkəzdən idarə olunmaya gələcək. Bizim
Yəni onlardan, o təşkilatlardan fərqli olaraq artıq biz dövlət, yəni bir İrəvan cümhuriyyətdir, bir dövlətdir, onun ayrı-ayrı strukturları var, bəlli bir ideoloji xətti var, mən başından dedim. İdeoloji xətt ondan ibarətdir ki, biz Ermənistan adlı dövlət tanımırıq. Baxın, sabah ola bilsin ki, Azərbaycan Respublikasından Türkiyə Respublikası Ermənistanın müəyyən anlaşmalara geçsin və Ermənistanı bir sülh danışıqlarında öz yəni işlərinə yarayan şəkildə, yəni bizə uyğun olan şəkildə bu sülh prosesi geçsin, biz müqavilə imzalayırıq. Amma bu müqavilələr imzalansa belə, biz yenə Ermənistan dövlətini tanımırıq. Yəni Ermənistan bizim ərazilərdə qurulmuş süni bir dövlətdir və onun həm tarixi, həm siyasi, həm ideoloji aspektlərini işləyib ortaya qoymaq lazımdır. Təbii ki, bunlar ayrı-ayrı dövrlərdə, ayrı-ayrı zamanlarda da çalışılır, müəyyən mənada unutturmamaq, yəni bunu xalqımıza unutturmamaq. Bu məsələ yalnız Qərbi Azərbaycanlıların məsələsi deyil. Biz həmişə buna Azərbaycan xalqının milli məsələsi kimi baxmışıq və Azərbaycan xalqının milli məsələsi kimi qoymuşuq bu məsələni və bizim tərkibimizdə yalnız Qərbi Azərbaycanlılar təmsil olunmur. Azərbaycanın müxtəlif regionlarından olan insanlar İrəvan Türk Cümhuriyyəti Millə Şurasının üzvüdülər və onun ayrı-ayrı strukturlarında çalışırlar. Buna biz milli məsələ kimi baxırıq. Yəni Türk dünyasının bir məsələsi kimi baxırıq. Geniş mənada Turanın bir parçası olaraq, əgər İrəvan Türk Cümhuriyyətinin qarşısına qoyduğu vəzifələr yerinə yetirilsə və Türkiyə, Azərbaycan da buna dəstək versə, gələcəkdə bizim o geniş anlamdakı Turan qurmaq istəyirik, Turanı birləşdirmək istəyirik, böyük bir amalla yaşayırıq, onun bir tərkib hissəsinə çevriləcək və bu işimizi daha da asanlaşdıracaq. Baxın, bizim İrəvan Türk Cümhuriyyətinin ərazisinin, indiki Ermənistan ərazisinin əhatəsində hamısı türklər, yaşayan türklər, həm İran coğrafiyasında, həm Gürcüstanda, həm deyək ki, Azərbaycanda, Türkiyədə, Ermənistanın, indiki Ermənistanın əhatələyən hamısı Azərbaycan türklər. Və bunun həmişə elə hesab edirəm ki, Ermənistanda yaşayan indiki ermənilər və bu əraziyə gəlmədilər və müvəqqətidirlər və gələcək tarixdə göstərəcək ki, bu yeri, bu torpağın sahibləri var, o sahibləri o torpaqları özlərinə geri qaytaracaqlar. Bunlar müharibələrlə də ola bilər, bunlar yəni belə inteqrasiya proseslərinin getməsindən də ola bilər, köçlərlə də ola bilər və fakt ortadadır artıq. Ermənistanda indi 3 milyon göstərirlər əhalinin sahəsini, heç bir onun yarısı qalmır, yəni Ermənistan. Çünki ora onların vətəni deyil. Elə Dağlıq Qarabağdakı o işğaldan azad eləmədiyimiz ərazilər də eyni cürə. Yəni bunu zamana yayınca, dövrə yayınca bizim xeyrimizdə olacaq. O ərazilər bizə aiddir və siz düz deyirsiniz ki, bunu unutturmamaq üçün çox işlər görülməlidir. Belə siz dediyiniz təşkilatların sayı da çox olmalıdır, bir-biriyle əlaqəli şəkildə işləməlidirlər. Mən yeri gəlmişkən bir məsələyə də münasibət bildirim. Bilirsiniz ki, bu yaxınlarda Qərbi Azərbaycan icması yaradıldı və onu biz tədbir elədik. Yəni bizim yollarımız ayrı deyil, məramımız eynidir. Ona görə tədbir elədik. Ona da bəziləri belə baxa bilərlər ki, İrəvan Türk Cümhuriyyəti qısqanclıqla yanaşa bilər. Qətiyyən elə deyil. Biz yaradılmış hər hansı erməniyə qarşı mübarizə üçün yaradılmış hər hansı təşkilatla əməkdaşlığa da hazırıq və onu dəstəkləməyə də hazırıq. Aydındır Qafar bəy, həqiqətən sizin bu təşkilat ilə yaranan vaxtlardan mən izləyirdim. Sizin o müdrik idarəçiliyiniz sayəsində, yəni qətiyyən o qısqanclıq başqa təşkilatlara, hərçənd ki, başqa təşkilatlardan da müəyyən şəxslər, fərdlər, şəkillər, solaxa kişilər səsləndirilsə də belə, amma əsas onu çox gözəl qeyd etdiniz ki, əsas amaldır, məqsəd eynidir.
Bir də Qafar bəy, sizin bilirik ki, istər Türkiyədə çalışdığınız universitetdə, istərsə də digər sahələrdə, ümumiyyətlə bu sahədə daha çox tədqiqatlarınız, elm əsərləriniz var. Və bu yaxın günlərdə də bir neçə sizin kitablarınızın təqdimatı oldu. Təəssüf edirəm ki, mən də iştirak edə bilmədim orada. Və istərdim bir qədər bu yaradıcılığınızla, son dövrdəki bu ümumiyyətlə tədqiqatlarınızla bağlı məlumat verər. Siz də bir də bir sual verəcəm sizə ki, bu Türkiyədə siz çalışırsınız da bu erməni dilindən bağlı. O ümumiyyətlə bəzilər hətta buna da bir irad bildirirlər ki, təbii ki, mən ondan razı deyiləm. Yəni bu erməni dili nəyə lazımdır? Bunu niyə öyrənmək lazımdır? Bunu niyə tədqiq etmək lazımdır? Bax, bir qədər bundan bağlı. O ikinci sualınızdan başlayıb. Ona bir cümləlik cavab verir ki, düşmənin dilini bilmək lazımdır. Əgər onun dilini bilməsən, ona qarşı mübarizə biraz əksik qalır. Yəni, mübarizəni tam apara bilməz. Dilini bilməlisən, onun tarixini bilməlisən, yazdıqları əsərləri bilməlisən. Bax, mənim kitablarımdan bəhs elədiniz, elə təsir edirəm bu suala da. Mən erməni dilini bilməsəydim, bu kitablar ortaya çıxmazdı. Yəni, mən ermənişünas alim kimi bu tədqiqatları ona görə aparıram ki, ermənilərin elə məqamlar var ki, onlar haradasa bizim xeyrimizə danışırlar, haradasa bizə qarşı mübarizədə müəyyən səhvlər edirlər və o səhvləri tarix boyunca atdıqları addımları, bəşəriyyətə vurduğu zərər də nəzərə alınmaqla bunları mən istəyirəm ki, həm də yeni şəkildə çatdırmaq istəyirəm. Bax, mənim erməni faşizmi adlı bir kitabım var, üç dildə çap olunub. Bu kitab üç dildə həm ingiliscə, həm Türkçədə çap olunub. Anadolu türkçəsində, həm də Azərbaycanda erməni faşizmi kitabı çap olunub. Azərbaycan dilində də var mı bu? Azərbaycan dilində də var, təəssüf ki, yəni... Bu artıq ingilis dilində. Bu ingilis dilində. Erməni faşizmini, yəni biz ermənilərin bir ideoloji xətti var. O ideoloji xətti ifşa eləməsə, ona qarşı mübarizəmiz effekt verməz, təbii ki. Yəni, ermənilər Əngəlmənin bir ayrı kitabında var, Armenizmdən terrorizmə. Yəni, ən qədim zamanlardan ermənilik o ideologiyasını elə formalaşdırıb ki, zaman içərisində ayrı-ayrı izlər də buna qoşularaq, yəni, deyəlim ki, psixokronizm olub, başqa cərəyanlar olub. Bu cərəyanlar gətirib terrorizmə çıxardır. Erməni terrorizmini araşdırıb ortaya qoyanda biz bunları öyrənməliyik ki, ermənilər hansı mərhələlərdən keçirlər. Məsələn, siyasi təşkilatlar yaradıblar. Siyasi təşkilatların mayasında hamısında bir terror var. Yəni, məqsədə çatmaq üçün Daşnak Partiyasının proqramında var ki, məqsədə çatmaq üçün üsyan, öldürmə, qan istisna olunmur. Yəni, məqsədə çatmaq vasitəsi kimi qəbul edirlər və terrorizmi də elə. Yəni, indiki erməni terrorizmindən danışanda mütləq bunların kökünə inmək lazımdır. Erməni faşizmi də ondan ibarətdir ki, ermənilərlə bizzat, yəni əlaqəli şəkildə faşistlərlə əlaqəli şeylər, Alman faşistlərlə əlaqə qurublar. O dövrdə bilirsiniz ki, Qaregin Müjde 1918-20-ci illərdə də Zəngəzurda çox böyük cinayətlər törətmiş bir adam idi. Sonra Sovet hökuməti gələndən sonra bu keçdi Balqaristana, digər ölkələrə və İkinci Dünya müharibəsi ərəfəsində faşistlərlə əlaqə qurdular və onların belə bir fikirləri vardı ki, faşizmin yeni nizam anlayışıyla Böjlerin qurduğu psixokronizm anlayışı eynidir və bu eyniyyət təşkil edir. Hətta Almanlarla eyni ixtəm olmasını bu kitabda var. Yəni, sübut eləməyə çalışan alimlər peyda oldu və onlar Rosenberg'lə görüşdülər. Hitlerin yardımcılarından, yəni sahəllərindən biriydi. Hitlerin yardımcılarından birindən görüşdülər və belə bir konsepsiya hazırladılar ki, biz də Almanlarla, Alman faşistlərindən eyni ideologiya sahib. Yəni, erməni faşizminin kökü budur.
Və İkinci Dünya Müharibəsində həmin dövrdə bir 10 minlik bir ordu da, legion düzəltdilər, ermənilərdən ibarət və gəldilər, Sovet hökumətinə qarşı vuruşdular. Qaragil Müjdəni də 1944-cü ildə ona görə həbs elədilər ki, onların başındaydı. Yalnız bu deyil, başqa adamlar da vardı, bir neçə adamı həbs elədilər və Qaragil Müjdəni indi Ermənistanda bir qəhrəman kimi qəbul edirlər və bilirsiniz ki, Serj Sarkisyanın zamanında buna bir heykəl də qoydular, amma buna Rusiyanın özü çox böyük etiraz elədi, digər ölkələr də etiraz elədilər ki, faşistə necə bir heykəl qoymaq olar. Yəni, mənim deyək ki, ən son çıxan kitabımda erməni ideologiyasında itki motivlər, yəni erməni ideologiyasında hansı itki motivlər var ki, biz onlardan yapışmalıyıq və erməniləri ifşa eləməliyik. Bunların elə bil ki, bir xronikasını yaratmışam. Elə şeylər var ki, biz bunları gənclərimizə təqdim eləməliyik. Deyək ki, 1915 olayları, Türkiyədə bilirsiniz ki, bir məcburi, zorunlu köç deyirlər, məcburi bir təhcir olayı oldu. Erməni əhalini müharibə zonasından başqa, Osmanlının başqa ərazilərinə köç etdirdilər və ermənilər onu soyqırım olaraq qəbul edirlər və onu da ifşa eləmək üçün əlimizdə çoxlu talqalar var. Çünki indi onlar o rəqam olaraq 1,5 milyon deyirlər. Amma həmin dövrdə bunlar 300 min ermənidən və onu deyək ki, erməni siyasi xadimlərindən Mikael dilə gətirib ki, 300-500 min erməninin öldürülməsinə görə Daşnak Partiyası günahkardır deyə bir fikri var. Mənim ayrı bir kitabım da var. Anastas Mikael dilə erməni qarşılıqlı etirafları o da Türkiyədə çap olub, orada yapmış. Yəni, bu ermənilərin düşüncəsi, ermənilərin ideologiyası ifşa edilməlidir, ortaya faktlarla qoyulmalıdır ki, həmən 1915 olaylardır. Güya ki, həmin dövrdə günahkarlardan biri Tələb Paşadır. Tələb Paşa bilirsiniz ki, 1921-ci ildə Berlində bir erməni terrorist tərəfindən öldürüldü. Solomon Tehleriyan. Bu kitabda var. Solomon Tehleriyanın Ermənistanda heykəlini qoydular və heykəlin ayağının altında Tələb Paşanın başıdır. Bu artıq heç bir şeyə, sənətə, heç bir mədəniyyətə sığmayan bir şey. Bu tərbiyəsizlikdir sadəcə. Bu işçi ideologiyanın motivlərindən biridir və ona görə də Ermənistan indi tutaq ki, bu müharibədən sonra dərs almaq əvəzinə və o işçi ideologiyadan, erməni soykırımı deyilən o yalandan imtina eləmədən yenə də o radikal hərəkətlərini davam edir. Çünki o işçi düşüncəni cəmiyyətin özünə yeridiblər. Ondan xilas ola bilmir. Artıq cəmiyyət xəstələnir, erməni cəmiyyəti xəstədir. Bu xəstə cəmiyyəti sağaltmaq üçün isə, mən bilmirəm, yəni təbliğat, təşviqat, belə şeylər rol oynamaz. 44 günlük müharibədəki zərbələr lazımdır ki, onlar özünə gəlsinlər. Yeni bir zərbəyə məncə erməni cəmiyyətinə ehtiyac var. Çünki hamısı ayrılmadı. Bir qrupu müəyyən mənada öz fikirlərindən döndülər ki, biz qonşularımızla bu vəziyyətdə davam edə bilmərik. Yəni, bizim ayrı çıxış yolumuz yoxdur. Bəziləri dedilər ki, müttəfiqlərimiz də bizi satır. Falan belə şeylər deyirlər. Amma bir qrup yenə o radikal hərəkətlərdən əl çəkir. Çünki o xəstə cəmiyyəti sağaltmaq üçün bəzi hallarda dərmanlara ehtiyac var. Dərmanlar ideoloji təbliğat falandır. Amma bəzi hallarda cərrahi əməliyyatda ehtiyac var. Cərrahi əməliyyatda o 44 günlük müharibədəki o dəmir yolu olur. Doğrudur, Qafar bəy. Çox minnətdaram sizə, çox dəyərli, qiymətli söhbətlər elədiniz. Erməni məsələsi həqiqətən bir yaradır, bir problemdir. Tək bu Azərbaycan üçün, Türk dünyası üçün yox, mən hesab edirəm ki, bütün bəşəriyyət üçün erməni məsələsidir. Elə çox gözəl müqayisələndirmişsiniz əsərlərinizdə və elə o nasizmlə, hitlerizmlə, yəni bu eyni demək olar ki, faşizmdən yeni ideolojiya xidmət edir. Verişimizin sonuna yaxınlaşdıq. Sizin
xüsusi bir deyəcəyiniz, nəsə bir sözünüz, tapşırığınız, necə deyim, siz dəyərli bir alim, siz nadir bir insansınız mənim üçün ki, bu erməni dilini bu cür mükəmməl bilib və o qeyd etdiyiniz məsələlərdə bax bu cür nadir mənbələrdən qiymətli araşdırmalar, tədqiqatlar aparıb bunu ortaya ərsəyə gətirmək özü həqiqətən də çox böyük bir həm bizim uğurumuzdur, elmi uğurumuzdur, həm də bu siyasi səhnədə də bax bizə bax bu cür mənbələr həqiqətən çox gərəkli mənbələrdir. Çox sağ olun. Mən deyəcəyim belə bir ciddi bir şey yoxdur. Biz söhbət elədik. Yəni bu məsələ ilə məsələdir ki, bundan saatlarla danışmaq olar, ayrı-ayrı sahələri var, ayrı-ayrı aspektlər var. Onlardan danışmaq olar. Amma mən onu deyim elə, siz İrəvan Türk Cumhuriyyətindən başladınız. Mənim də bu mövzuda deyək ki, erməni məsələsi mövzusunda təxminən 20-yə yaxın kitabım var. Yüzlərlə məqaləm var. Bunların hamısında da cəhd eləmişəm ki, biz həmişə mübarizədə daha qətiyyətli, daha ciddi şəkildə olaq, ermənilərə bir tutalqa da verməyək. Bu mənada bizim ən böyük əsərimiz əslində, yəni yalnız mənə aid deyil, bizim heyətə aiddir. Ən böyük əsərimiz İrəvan Türk Cumhuriyyətidir. Və İrəvan Türk Cumhuriyyəti gücləndikcə ermənilərin də canına vəlvələ düşəcək və biz öz ərazilərimizə, öz dədə-baba yurdumuza qayıdacağıq. Yəni bu necə bir zamanlar Qarabağla bağlı xəyal edirdi insanların çoxu, amma mən həmişə inanırdım ki, Qarabağa, hətta yazırdım o dövrdə ki, biz mütləq Qarabağa özdə savaş yolu ilə. Yəni yenə də savaş güclü olmaq lazımdır. Biz güclü olmasaq, bu qarşımıza qoyduğumuz vəzifələrin heç birini yerinə yetirə bilmərik. Yəni bu məsələdə biz, mənim Türkiyədə işləyirəm, ona görə demirəm. Türkiyənin rolu çox böyükdür. Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Bizim bütün fəaliyyətimiz Türkiyənin güclənməsinə xidmət eləməlidir. Təbii ki, Azərbaycan indi ana vətənimizdir. Türkiyə zəifləsə, biz də zəifləyəcəyik. Türkiyə güclənsə, biz də daha güclü olacaq. Ona görə sizə çox təşəkkür edirəm. Mən bir dəvət elədiniz, mən deyəcəyim. Mən sizə təşəkkür edirəm. Çox sağ olun, Qapan müəllim. Minnətdaram sizə. İnşallah fürsət düşdükcə bu cür verilişləri, müzakirələri davam edərik. Mən də sizə fəaliyyətinizdə uğurlar arzulayıram. İrəvan Türk Cumhuriyyətinin də fəaliyyətində sizə də bir millət şurasının sədri olaraq fəaliyyətinizdə uğurlar arzu edirəm, nailiyyətlər arzu edirəm. Çox sağ olun. Sağ olun.